Salam, uşaqlar necəsiz? Bu videoda sizə birinci qrup üzrə Azərbaycan və dünyada ən yaxşı perspektivə sahib 10 ixtisas və bu ixtisaslara qəbul olmaq üçün tələb olunan keçid balları haqqında ətraflı məlumat verəcəyəm. Əgər siz ixtisas seçimi qarşısındasınızsa və ya gələcəyinizi düzgün planlaşdırmaq istəyirsinizsə, bu video sizin üçün hazırlanıb. Videonu sona qədər izləyin, çünki həm dünya miqyasında, həm də Azərbaycan reallığında ən çox tələb olunan sahələrə tam şəkildə baxış keçirəcəyik. Hazırsınızsa, gəlin başlayaq. 10-cu sırada riyaziyyat müəllimliyi. İndi isə sizə riyaziyyat müəllimliyi ixtisası üzrə minimum keçid ballarını təqdim edirəm. Bu ballar universitetlərə və ödənişsiz bölmələrə görə fərqlənir. Diqqətlə izləyin. Bakı Dövlət Universiteti minimum keçid balı 544,7 bal. Bu, yalnız ödənişsiz əsasda qəbul üçündür. Azərbaycan Dövlət Pedaqoji Universiteti ödənişli təhsil üçün minimum keçid balı 367,8, ödənişsiz təhsil üçün isə 499,7 bal olmuşdur. İngilis dili sektoru üzrə isə ödənişsiz bölməyə keçid balı 515,9 olmuşdur. Sumqayıt Dövlət Universiteti ödənişli bölmə üçün minimum keçid balı 273,3, ödənişsiz bölmə üçün isə 505,6 bal olmuşdur. İngilis dili sektoru üzrə isə ödənişli əsasda qəbul üçün minimum bal 200, ödənişsiz yerə keçid üçün isə 502,4 bal tələb olunmuşdur. 9-cu sırada neft-qaz mühəndisliyi. Enerji sektorunun bu vacib sahəsi Azərbaycanda hər zaman strateji əhəmiyyət daşıyır. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan bölməsi, minimum keçid balı 477,3. İngilis bölməsi, minimum keçid balı 618,1. Azərbaycan Memarlıq və İnşaat Universiteti, ödənişli əsaslarla qəbul olunmuş minimum keçid balı 200. Ödənişsiz əsaslarla qəbul olunmuş minimum keçid balı 424,5. Bakı Ali Neft Məktəbi, İngilis bölməsi, minimum keçid balı 668,3. Sumqayıt Dövlət Universiteti, ödənişli əsaslarla, minimum keçid balı 200. Ödənişsiz əsaslarla, minimum keçid balı 429,7. Xəzər Universiteti İngilis bölməsi, minimum keçid balı 433,2. 8. Qida mühəndisliyi. Bu sahə ərzaq sənayesində mühüm yer tutur və son illərdə həm dövlət, həm də özəl müəssisələrdə getdikcə daha çox tələbat yaranır. Bakı Dövlət Universiteti yalnız ödənişsiz əsaslarla qəbul olunub, keçid balı 366,9. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, ödənişli əsaslarla minimum keçid balı 200. Ödənişsiz əsaslarla minimum keçid balı 340,6. Azərbaycan Texniki Universiteti, ödənişli əsaslarla minimum keçid balı 200. Ödənişsiz əsaslarla minimum keçid balı 340,6. Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan bölməsi üzrə yalnız ödənişsiz, keçid balı 371,2. İngilis bölməsi üzrə yalnız ödənişsiz, keçid balı 433,5. Bakı Mühəndislik Universiteti, ödənişli əsaslarla minimum keçid balı 200. Ödənişsiz əsaslarla minimum keçid balı 343,8. 7. Kimya mühəndisliyi. Bu sahə sənaye, enerji və texnologiya sektorlarında geniş tətbiq sahəsinə malikdir və ölkəmizdə bir sıra nüfuzlu universitetlər tərəfindən tədris olunur. Bakı Dövlət Universiteti, Azərbaycan bölməsi ödənişli əsaslarla 417,7, ödənişsiz əsaslarla 437,1. İngilis bölməsi yalnız ödənişsiz əsaslarla qəbul olunub, keçid balı 531,6. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan bölməsi yalnız ödənişsiz qəbul olunub, keçid balı 444,1. İngilis bölməsi yalnız ödənişsiz, keçid balı 626,3. Azərbaycan Texniki Universiteti, ödənişli əsaslarla minimum keçid balı 200. Ödənişsiz əsaslarla minimum keçid balı 438,6. Bakı Mühəndislik Universiteti,
Ödənişli əsaslarla minimum keçid balı 200. Ödənişsiz əsaslarla minimum keçid balı 440,1. İngilis bölməsi yalnız ödənişsiz əsaslarla qəbul olunub, keçid balı 534,7. Bakı Ali Neft Məktəbi yalnız ödənişsiz əsaslarla qəbul olunub, keçid balı 678. Sumqayıt Dövlət Universiteti ödənişli əsaslarla minimum keçid balı 200. Ödənişsiz əsaslarla minimum keçid balı 465,4. Xəzər Universiteti İngilis bölməsi yalnız ödənişsiz əsaslarla qəbul olunub, keçid balı 562,9. 6. Elektrik və elektronika mühəndisliyi. Bu sahə enerji sistemləri, avtomatlaşdırma və ağıllı texnologiyaların əsasını təşkil edir. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Azərbaycan bölməsi yalnız ödənişsiz əsaslarla qəbul olunub, minimum keçid balı 301. İngilis bölməsi yalnız ödənişsiz əsaslarla qəbul olunub, minimum keçid balı 435,1. Azərbaycan Texniki Universiteti yalnız ödənişsiz əsaslarla qəbul olunub, minimum keçid balı 391,1. Azərbaycan Memarlıq və İnşaat Universiteti Azərbaycan bölməsi ödənişli əsaslarla minimum keçid balı 200, ödənişsiz əsaslarla 232,9. İngilis bölməsi ödənişli əsaslarla minimum keçid balı 200, ödənişsiz əsaslarla 302,5. Azərbaycan Dövlət İqtisad Universiteti yalnız ödənişsiz əsaslarla qəbul olunub, minimum keçid balı 415,8. Bakı Mühəndislik Universiteti Azərbaycan bölməsi ödənişli əsaslarla minimum keçid balı 200, ödənişsiz əsaslarla 237,9. İngilis bölməsi yalnız ödənişsiz əsaslarla qəbul olunub, minimum keçid balı 271,3. Azərbaycan Dövlət Dəniz Akademiyası yalnız ödənişsiz əsaslarla qəbul olunub, minimum keçid balı 342,6. Sumqayıt Dövlət Universiteti ödənişli əsaslarla minimum keçid balı 200, ödənişsiz əsaslarla 238,9. Xəzər Universiteti ödənişli əsaslarla minimum keçid balı 200, ödənişsiz əsaslarla 248,8 bal olub. 5. Kompüter mühəndisliyi. Bu sahə süni intellekt, proqramlaşdırma, avtomatlaşdırma və rəqəmsal sistemlər üzrə ən çox inkişaf edən sahələrdən biridir. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Azərbaycan bölməsi yalnız ödənişsiz əsaslarla qəbul olunub, minimum keçid balı 451,4. İngilis bölməsi yalnız ödənişsiz əsaslarla qəbul olunub, minimum keçid balı 549,4. Azərbaycan Texniki Universiteti Azərbaycan bölməsi yalnız ödənişsiz əsaslarla qəbul olunub, minimum keçid balı 392,9. İngilis bölməsi yalnız ödənişsiz əsaslarla qəbul olunub, minimum keçid balı 606,1. Azərbaycan Dövlət İqtisad Universiteti Azərbaycan bölməsi yalnız ödənişsiz əsaslarla qəbul olunub, minimum keçid balı 584,8. İngilis bölməsi yalnız ödənişsiz əsaslarla qəbul olunub, minimum keçid balı 636,8. Ada Universiteti İngilis bölməsi yalnız ödənişsiz əsaslarla qəbul olunub, minimum keçid balı 618,2. Milli Aviasiya Akademiyası Azərbaycan bölməsi yalnız ödənişsiz əsaslarla qəbul olunub, minimum keçid balı 392,3. İngilis bölməsi ödənişli əsaslarla minimum keçid balı 397,1, ödənişsiz əsaslarla 399,2. Bakı Ali Neft Məktəbi yalnız ödənişsiz əsaslarla qəbul olunub, minimum keçid balı 673. Xəzər Universiteti yalnız ödənişsiz əsaslarla qəbul olunub, minimum keçid balı 434,4. 4. İnformasiya təhlükəsizliyi. Bu sahə kiberhücumlara qarşı müdafiə, məlumatların qorunması və rəqəmsal təhlükəsizlik üzrə ən aktual və yüksək maaşlı sahələrdən biridir. Bakı Dövlət Universiteti yalnız ödənişsiz əsaslarla qəbul olunub, minimum keçid balı 552,5. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Azərbaycan bölməsi yalnız ödənişsiz əsaslarla qəbul olunub, minimum keçid balı 539,7. İngilis bölməsi yalnız ödənişsiz əsaslarla qəbul olunub, minimum keçid balı 606,5. Azərbaycan Texniki Universiteti. Azərbaycan bölməsi yalnız ödənişsiz əsaslarla qəbul olunub, minimum keçid balı 477,9. İngilis bölməsi yalnız ödənişsiz əsaslarla qəbul olunub, minimum keçid balı 561,9. Azərbaycan Dövlət İqtisad Universiteti. Azərbaycan bölməsi yalnız ödənişsiz əsaslarla qəbul olunub, minimum keçid balı 622,4. İngilis bölməsi yalnız ödənişsiz əsaslarla qəbul olunub, minimum keçid balı 658,5. Bakı Ali Neft Məktəbi. Yalnız ödənişsiz əsaslarla qəbul olunub, minimum keçid balı 687,1. 3. Data analitikası. Data analitikası ixtisası Azərbaycanda hələ yeni sahədir və bir neçə universitetdə yeni olaraq tədris olunmağa başlayır. Bu ixtisas böyük verilənlərin analizi, süni intellekt, statistika və proqramlaşdırma kimi sahələrin kəsişməsində formalaşır və həm dövlət, həm də özəl sektor üçün strateji əhəmiyyət daşıyır. Hal-hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Bakı Ali Neft Məktəbi bu ixtisası rəsmi şəkildə tədris etməyi planlaşdırır. Yaxın illərdə bu sahənin daha çox universitetdə tətbiq olunacağı və qəbul ballarının formalaşacağı gözlənilir. Data analitikası dünyada artıq ən yüksək maaşlı və tələb olunan ixtisaslardan biridir. 2. İnformasiya texnologiyaları. Bu sahə proqram təminatı, şəbəkələr, sistem inzibatçılığı və texnoloji innovasiyalar sahəsində mütəxəssislər hazırlayır və əmək bazarında geniş tələbatla qarşılanır. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti. Azərbaycan bölməsi yalnız ödənişsiz əsaslarla qəbul olunub, minimum keçid balı 513. İngilis bölməsi yalnız ödənişsiz əsaslarla qəbul olunub, minimum keçid balı 588,6. Azərbaycan Texniki Universiteti. Azərbaycan bölməsi ödənişli əsaslarla minimum keçid balı 435,6, ödənişsiz əsaslarla 435,8. İngilis bölməsi yalnız ödənişsiz əsaslarla qəbul olunub, minimum keçid balı 551,1. Azərbaycan Memarlıq və İnşaat Universiteti. Azərbaycan bölməsi yalnız ödənişsiz əsaslarla qəbul olunub, minimum keçid balı 385,2. İngilis bölməsi yalnız ödənişsiz əsaslarla qəbul olunub, minimum keçid balı 492,7. Azərbaycan Dövlət İqtisad Universiteti. Azərbaycan bölməsi yalnız ödənişsiz əsaslarla qəbul olunub, minimum keçid balı 610,6. İngilis bölməsi yalnız ödənişsiz əsaslarla qəbul olunub, minimum keçid balı 647,2. Ada Universiteti. Yalnız ödənişsiz əsaslarla qəbul olunub, minimum keçid balı 626,6. Milli Aviasiya Akademiyası. Azərbaycan bölməsi yalnız ödənişsiz əsaslarla qəbul olunub, minimum keçid balı 423,9. İngilis bölməsi yalnız ödənişsiz əsaslarla qəbul olunub, minimum keçid balı 501,7. Dövlət Gömrük Komitəsinin Akademiyası. İngilis bölməsi yalnız ödənişsiz əsaslarla qəbul olunub, minimum keçid balı 550,8. Birinci sırada kompüter elmləri. Bu sahə süni intellektdən tutmuş proqramlaşdırma, məlumat bazaları və kibertəhlükəsizlik kimi bir çox istiqaməti əhatə edir və ən çox tələb olunan texnoloji ixtisaslardan biridir. Bakı Dövlət Universiteti. Azərbaycan bölməsi yalnız ödənişsiz əsaslarla qəbul olunub, minimum keçid balı 414,8. İngilis bölməsi yalnız ödənişsiz əsaslarla qəbul olunub, minimum keçid balı 525,1. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti. Azərbaycan bölməsi yalnız ödənişsiz əsaslarla qəbul olunub, minimum keçid balı 452,8. İngilis bölməsi yalnız ödənişsiz əsaslarla qəbul olunub, minimum keçid balı 561,2. Azərbaycan Texniki Universiteti. Azərbaycan bölməsi yalnız ödənişsiz əsaslarla qəbul olunub, minimum keçid balı 399,3. İngilis bölməsi
yalnız ödənişsiz əsaslarla qəbul olunub. Minimum keçid balı 507,2. Azərbaycan Dövlət İqtisad Universiteti. Yalnız ödənişsiz əsaslarla qəbul olunub. Minimum keçid balı 587,4. Ada Universiteti. İngilis bölməsi minimum keçid balı 652,5. Bakı Ali Neft Məktəbi. Yalnız ödənişsiz əsaslarla qəbul olunub. Minimum keçid balı 673,5. Bu videoda sizə Azərbaycanda və dünyada perspektivli sayılan 10 ixtisas üzrə minimum keçid ballarını təqdim etdim. Ümid edirəm, bu məlumatlar ixtisas seçiminizdə sizə kömək edəcək. Əgər siz də bu sahələr üzrə təhsil almağı düşünürsünüzsə və ya hələ seçim etməmisinizsə, şərh bölməsində fikirlərinizi bizimlə paylaşın. Videonu bəyəndinizsə, like etməyi və kanala abunə olmağı unutmayın.